Qaraca sorusu nə cür qurtdur? Parazit qurtdur. Bu neyini? Sahib dəyişməklə çoxalır. Bunun əsas sahibi var, aralı sahibi var. Əsas sahib nəyə deyilirdi? Yetkin, fərd, kimin bədəndərsə bu əsas bəli. Yumurta və sürfə kimin bədəndərsə bu nə sayılır? Aralı sahib sayılır. Qaraca sorusunun əsas sahibi qaramaldır. Niyə? Çünki yetkin fərd onun bədəndədir. Yetkin fərd həmişə nə buraxır? Yumurta. Bədəndən çıxdı yumurta. Demək, əsas sahibin bədəni olur yetkin fərd. Əsas sahibin bədəndən nə məhədə çıxdı? Yumurta. Yumurta düşdü hara? Suya düşdü. Suya düşdü. Bəli, oldu nə? Kipiri sürfə. Kipiri sürfə ilə düşdü suya. O kipirlə hərəkət edir. Demək, bu nə? Dolayı inşaatda. O sürfə məhəsi var və kipiri sürfədir. Sonra girir kimin bədəninə? Girir molluskların bədəninə. Sürfə məhəsində girir. Hansı mərhələyə çevrilir? Quyruqlu sürfə mərhələsinə. Demək, bunun bədəndə quyruqlu sürfə mərhələsində vardır. O aralı görünməz ibrizi aralı sahib. Niyə? Çünki sürfə mərhələsi burun bədənindədir. Kipri sürfədə girdi, amma bədəndə hansı mərhələdə olacaq? Quyruqlu sürfə. Çıxanda yenə quyruqlu sürfə mərhələsi çıxacaq. Çıxdı, quyruğunu itirdi. Nəyə çevrildi? Sistaya. Və qara malda bu otu yeyəndə nə mərhələdə uddu bunu? Sista mərhələsinə. İndi sual belədir. Qaraciğər sorusunun bədəninə hansı mərhələdə daxil olur, hansı mərhələdə çıxır? Nə deyirik? Sistada daxil olur, yetkin fərdə çevrilir, sista mərhələsinə çıxdı. Yumurta ilə çıxır. Yumurta ilə çıxdı, mən də deyim. Sistada daxil olur, yetkin fərdə çevrilir, yumurta mərhələsində çıxır. Aralıq sahibinə nə mərhələdə daxil? Kirpili Bəli, qızıl mərhələsində çıxdı. Oldu.